Uşaqlarda boyun nahiyəsində şişkinlik valideynlər çox sual verir və hər gün bu tip xəstələr yanımıza gəlir. Bəzən nə etmək lazımdır? Boyunda şişkinliyin ən çox yaradan səbəbdən biri limfangiomadır. Boyun nahiyəsində limfatik damarlardan yaranan bir xoş xassəli törəmədir. Bu kistik şəklində olur, çoxlu kistalardan ibarət ola bilir və yaxud tək böyük kista şəklində ola bilir. Və bu halda nə etmək lazımdır? Ümumiyyətlə doğuşdan sonra bəzən bunlar kəskin reqressiya edərək geriyə sorularaq yoxalıb çıxa bilir, itə bilirlər. Bəzən isə doğuşdan sonra daha da böyüyə bilirlər. Əgər tək kameralı bir neçə sayıla bilən kistdən ibarətdirsə, bunu bəzən konservativ dərman müalicəsi ilə aradan qaldırmaq olur. Çox sayılı kameralardan ibarət kistələrdə isə ancaq cərrahi müdaxilədir. Çünki bir-bir onu dərman inyeksiya edib aradan qaldırmaq mümkün deyil və təcrübəmizdə bizə en qədər bu qədər xasiyyətlər gəlir ki, hansı ki biliomitsin deyilən dərman müalicəsi icra olunub, amma limfangioma keçməyib, daha da böyüyüb, nəticədə cərrahi müdaxilə etmişik. Boyunun istənilən nahiyəsinə yerləşməsinə asılı olmadan çox kameralı limfangiomlarda cərrahi müdaxilə mütləqdir və qısa bir müddətdə aradan qaldırılır. Təkcə yaranma şansı düzdür, çox azdır və hələ bu halla biz qarşılaşmamışıq. Təşəkkür edirik.